Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Dövlət Yol Polisinin mətbuat xidmətindən azvicnaza verilən məlumata görə, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, istifadə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə avtomobillərin şinlərinə bir daha diqqət yetirsinlər. Günün axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər. Sürücülərə şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təsis edilməmiş, eləcə də istismar müddəti çox olan, ABS tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormozlama etməmələri tövsiyə olunur. Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə sülgəclərinin və şüşəyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyucu sisteminin və şüşəyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndi ilə də təchiz olunmasını təmin etməlidirlər.